ən pis insanlar məyusluq yayan insanlardır. Qorxun o insanlardan. Mən bu arada danışmışam neçə dəfələrlə. Bu insanlar ki, bir xalqa, millətə məyusluq toxumu səpir qəlbinə, özünə inam hissini zəiflədir. Onlar çox təhlükəli adamlardır. Müxaliflik odur ki, insan tənqid eləsin ki, çıxış yolu tapsın, inkişaf eləsin xalq. Müxaliflik məyusluq toxumu səpmək deyil, ümidsiz etmək deyil insanlar. Ümidsiz etmək deyil. Ümidsizliyi şeytan təlqin eləyər. Bir fərdə, bir cəmiyyətə ümidsizlik çox pis bir şeydir. Allahın ən xoşlamadığı xüsusiyyətlərdən biridir. Bədbin, negativ nə varsa şeytan təlqin edir insana. Bu şeytanın tərzidir. Bu şeytanın tərzidir. Hey məyus edir, çünki özü məyusdur. Özü məyusdur. Özü hansı çirkaba bulaşıb, istəyir hamını ona bulaşdırsın.